Heydər Əliyev əsl siyasətçi idi. Sadəcə adam gərək tarixi oxuya. Çox. Eldəniz elə güclü siyasətçi idi Heydər Əliyev. Çox güclü siyasətçi idi, intriqabaz. Heydər Əliyev, əziz qardaşım, Heydər Əliyev insanlar arasında intriqa salıb terror eləməkdən başqa. Heydər Əliyev siyasətçi deyil ki. İnanın mənə dostlar, Heydər Əliyev siyasətçi olsa neftdən təbii sərvət kimi xalqın payını versələr, Azərbaycanda yaşayış səviyyəsi dəfələrlə yüksək olardı. İçməli suyu xaricdən alan Kiyev, Küveyt əhalisi neft aldıqları payı hesabını vermək. Bunların başına dəysin neft. Elman bəy. Zəhər xoşları olsun, nefti də, qazı da, qızılı da, radd olsunlar hamısa kişi. Lazım deyil bu xalqa heç nə. Sadəcə olaraq bu xalqa imkan vermək lazımdır. Bu xalqa imkan vermək lazımdır. Özü də dolansın, özü də yaşasın, ətrafındakiləri da yaşasın. Bunlara imkan verib, bütün qapıları bağlayırlar ki, bütün qapıları bağlayırlar ki, bunlara möhtac olsun, dost xidmətinə möhtac olsun. Bax, belə o çıxsın, belə ağlasınlar. Bax, belə, əzizim, bunlara bu lazımdır. Niyə başa düşmürsünüz, kişi, bax. Azərbaycanlığın real... Bax, bunlara bu lazımdır. Sən zibil yığasan, zibilxananın içində gündə 1 manat, 2 manat çörək tapanda Allahına şükür eləyəsən, sevinəsən, papanı göyə tutasan ki, şükür Allaha bugün 1 manat. Siz heç 1 manata, 2 manata bazarlıq eləmək, heç kimsə bazarlıq eləyib, bu adamlar 1-2 manat qazananda sevinirlər ki, gedim evdə bazarlıq eləyib. Siz mənə başa salın, görüm 2 manata nə bazarlıq eləmiyorlar, kişilər. Da, bu qadın burada, bu qadınlar, belə qadınlar bu Avropada, bilirsən, evdə oturmurlar, bir dənə ruzlaq taxırlar böyünə, çiyinlərinə dünyanı gəzirlər. Bu qadın niyə zibil, siz mənə başlasınız, bu Səlim Müslümov şərəfsizcədə təsəvvür edin. Bu insanların bu pensiya məsələsini gəldi, bu sosial yardıma çövrəndən sonra, yəni hər adama pensiya, bu millətin zilləti bax ondan sonra başladı. Təsəvvür edin, 35-40 il işləyən adam var kişilər. 150-200 manat şey alır, pensiya alır. Bir abırçılıqdır prosto. Amma digər bu Dəladuz, Misir Mərdanov var və yaxud da istənilən bu deputatları və yaxud da istənilən o adamları götür, baxacaqsan. Pensiya və pensiyadan əlavə də o qədər haradasa 10.000, 10.500, 20.000-ə yaxın pensiyalı zadlı bunlar pul alırlar ki. Yəni məsələ budur.